buyurun. Salam. Əyləşin. Çox sağ olun. Mən üzr istəyirəm, sizin təcrübəniz. Bəli, 8 illik təcrübəm var. 3 böyük şirkətin informasiya təhlükəsizliyini qorumuşam, hətta hacker hücumlarından da qorumuşam. İndi bax, printerdə kağız sıxışanda onu çıxarda bilirsiniz. Əlbəttə. Siz çox bahalı işçisiniz. Məsələn, onda da bax, bizə sadəcə adam balası lazımdır. Burada sizin CV-də yazılıb ki, burada süni intellektdə işləyirsiniz də, süni intellektlə, elədirmi? Bütün prosesləri avtomatlaşdıra bilirəm. Mən üzr istəyirəm, avtomatlaşdırmağın bizə nə dəxli var? Biz səhər işə gəlirik, axşam gedirik, biz hər şeyi əllə eləyirik, başa düşürsənmi? Sizə zıngılbaq eləyərik. Zəng eləyərik də sizə də. Bəs mənim digər CV-lərim, sertifikatlarım ona baxmırsınız? İyi, hər şey aydındır, hər şey aydındır. Zəng elib danışarlar sizinlə. Gedin. Sağ, salamat. Çox sağ olun. Zəngimizi gözləyir. Nicat Hacıyev. Get tərəfə. Gəl oğlum, yapacağım. Salam. Deməli, mən burada oxudum. Siz Harvard'ı bitirmişsən, 3 il Almaniyada işləmişsən, 4 dil bilirsən, özdə süni intellekt mütəxəssisisiniz. Yes, of course. Hə? Yes, of course. Çox sağ olun. Əlbəttə deyirdim Elnur müəllim, əlbəttə. Başa düşdüm. Mən əminəm ki, sizin şirkətinizi tamamilə avtomatlaşdırar və gəlirlərinizi də 40% artıra bilərəm. Həm də proqram təminatını da özüm yazaram. Bilirsən, sən bir balaca çox özünə yük götürürsən. Bax, əllərimə bax yenə. Ayıl. Bizə də zərif əlləri var. Yazığım gəlir sənə. Ondan əlavə, sən çox şey bilirsən. Çox bilən tez qocalar. Ona görə də bizə gənc, gümrah işçilər lazımdır, kadrlar lazımdır. Mən sizə zıngıl-bab eləyərik. Nə edirsiniz? Babı zıngıl. Zəng eləyərik də sənə də. Gedə bilərsiniz. Sağ olun. Sağ olun, sağ olun. Tutulmadım toyunca. Dayı salam, vaxtın xeyir olsun, necəsən dayı? Oy bacıoğlu, xoş gördük. Keç əylə. Baş üstə dayı, baş üstə. Necəsən? Var ol dayı, var ol, yaxşıyam, sən necəsən? Adı xoş gəlmisən bacıoğlu, xoş gəlmisən. Sən gələn yollara qurban olun. Dayı, anam göndərdi ki, boşbəkar gəzməkdənsə, gəl dayımın yanında, nədəsə kömək elə, iş gör. Həm də dayın səni işə düzəltsin burada. Əşi, xoş gəlmisən, xoş gəlmisən. Mənə bax gələn, bu texnologiyanla aran necədir? Kompüterlə anlayışın var ümumiyyətlə? Hə, bilirəm. Hə. Məsəl üçün, Instagram aça bilirəm. Aha. Instagram qəşəng foto şəkil qoya bilirəm, profilə. Özü elə düzəldirəm, özüm də inanıram. Komanda ilə də işləyə bilirəm. Məsələn, PUBG oynayıram, PUBG. Komanda özü gedir arxasınca, mən də arxada onları idarə edirəm. Möhtəşəm. Elə mənə də o cür strategiya lazımdır. O Excel-i bilirsən, o Excel-i bilirsən? Yemək. Hə. Qəşəng fast foodlar yeyə bilirəm. Hə. Əladır, hə. Adam, sən hər şeyi zarafata salırsan, yumor hissi də var səndə. Mənə bax, İngilis dili bilirsən? Onu da bilirəm. Hə. 4 dənə, 5 dənə söz bilirəm. Aha. Birinci sözüm yes. Yes. Əla. İkinci sözüm no. Yox. Üçüncü sözüm okay. Bu yaxşıdır. Bir dənə hamda işə lazım olan söz. Let's go. Elə məsələ ondadır ki, bu əməkdaşlarla danışmağa hələ 4 kəlmə bəs deyə. Çünki biz iş adamıyıq. Bəli. Konkret adamlarıq. Go. Əsas money. Pul. Dayı. Can dayı. Balam. Tural bəy, səni təbrik edirəm. Bugündən etibarən şirkətimizin IT və innovasiya şöbəsinin rəhbərisən. Maaşın da necə lazım da olacaq. Çünki mən sənə güvənirəm. Sağ ol dayı. Qoy silim. Bəyəndin? Əla. Baxın. Əla.
Dayı, indi icazə ver. Hə. Çox yoruldum, işlədim, çox yoruldum. Hə. Qoy düşüm aşağıda bir dənə çay içim, Uyalım. pirojna ilə. İcazə verirsən dayı. Dayının hesabına get, nə qədər lazım Var ol gedər dayı, orada. var ol dayı. Minnətdaram. Yaxşı. Bunu aparın. Hə, apar hə. Aparın özü. Hamı görsün. Əlbəttə görməlidir, əlbəttə görməlidir. Öpüm səni. Get mənim balam, get. Vay Allah Öptüm. sağ ol. Sağ ol dayı. Hə, yaxşı. Öptüm dayı. Yaxşı, get. Görürsüz də, kadr islahatı belə olar. Gənclərə güvənmək lazımdır. Onları inkişaf elətdirmək lazımdır. Xüsusən də bacı oğlanlarına. Elnur müəllim, Turan server otağına çay tökdü. Sistem çöktü. Nə? Nə? Bacı oğlu. Bacı oğlu. Sen orada neylədin? Hə?